Xalq artisti Natiq Şirinovla Ritm qrupunun keçmiş üzvü Rami Cahangirov arasında xeyli vaxtı davam edən məhkəmə çəkişmələri başa çatıb. RTV xəbər verir ki, bu barədə Qafqaz İnfoya Rami Cahangirovun vəkili Gülşən Salmanova məlumat verib. Onun sözlərinə görə Ali Məhkəmə nağaraçıların işində son qərarı elan edib. Natiq Şirinov keçmiş qrup üzvünə qarşı maraqlı iddia irəli sürmüşdü. O, Rami Cahangirovu ona məxsus qaval daş nağara əsərindən qanunsuz istifadə etməklə ittiham edirdi. Xalq artisti həmkarından üzr istəməsini və 55 min manat təzminat ödəməsini tələb etmişdi. İş əvvəlcə Sumqayıt şəhər məhkəməsinə baxılıb. Məhkəmə iddianı əsassız sayaraq rədd edib, lakin sonradan Sumqayıt Apellyasiya Məhkəməsi Natiq Şirinovun iddiasını qismən təmin edib. Qərara əsasən cavabdeh üzr istəməli, onda olan qavaldaş məhv edilməli və Ramil Cahangirov Natiq Şirinova mənəvi ziyana görə 10 min manat ödəməli idi. Ramil isə qərarla razılaşmayıb, bu əsasla kassasiya şikayəti verib. Bugün Ali Məhkəmə tərəfləri yenidən dinləyib və apellyasiya instansiyasının qərarını qanunsuz hesab edib. Son qərarla Natiq Şirinovun iddiasının qismən təmin edilməsi ilə bağlı əvvəlki qərar tamamilə rədd edilib. Hakim bəyan edib ki, qaval daşı daşından istənilən nağaraçı istifadə edə bilər və bu halda mənə məxsusdur ifadəsi əsassız sayılmalıdır.